Müəyyən edilmiş sürət həddini aşmayın, eləcə də sürət həddini yol və hava şəraitinə görə seçin. Bunu Daxili İşlər Nazirliyi bayram günlərində şəhər və rayonlara səfər edən hərəkət iştirakçılarına müraciətində bildirib. Novruz bayramı günlərində şəhər və rayonlarımıza üst tutanların sayında artım müşahidə edilir. Yollarda nəqliyyat sıxlığı yaranır. Yol nəqliyyat hadisələrinin baş vermə ehtimalını azaltmaq üçün gəlin bu günlərdə daha diqqətli olaq. Hamılıqla qaydalara riayət edək. İlk növbədə müəyyən edilmiş sürət həddini aşmayaq. Eləcə də sürət həddini yol və hava şəraitinə görə seçək. Ötmə qaydalarına uyğun davranaq. Sərxoş vəziyyətdə sükan arxasına əyləşməyək və mümkünsə günün erkən saatlarında hərəkətə üstünlük verək. Həmçinin bildirilib ki, səyahətlər zamanı avtomobildə olan hər kəs təhlükəsizlik kəmərindən istifadə etsin. Fövqəladə Hallar Nazirliyi də Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib. Bildirilib ki, tonqallar qalanarkən təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Çünki Novruz bayramı ilə əlaqədar keçirilən mərasimlər, xüsusilə tonqalların qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi arzu olunmaz nəticələrə gətirib çıxarır. Bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda və müvafiq təhlükəsizlik tədbirləri görülməklə yandırılmalıdır. Tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olunmalıdır. Tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır. Süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur. Yadda saxlayın, pirotexniki vasitələrdən istifadə qadağandır. Qeyd edilib ki, bu istiqamətdə aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən edilən çoxsaylı müraciətlərə baxmayaraq, təkcə ilaxır çərşənbə zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması nəticəsində 19 yanğın hadisəsi qeydə alınıb. Nazirlik hər kəsi təhlükə zamanı 112-yə zəng etməyə çağırıb. Şahla Poladova, Xəzər xəbər.